Salam, hər vaxtınız xeyir. Mən İbrahim müəllim, sizin riyaziyyat müəlliminiz. Qeyd edeyim ki, bu videoda biz natural ədədlərin sadə olaraq ayrılışı, əbob və əkob başlığına baxacağıq. Bundan əlavə qeyd edeyim ki, qruplarımızda dərslər davam edir və dərslərə qoşula bilərsiniz. Demək ki, ilk sualda nədir? Birinci sualda deyir ki, A və B qarşılıqlı sadə ədədlərdir. Daha doğrusu A və B natural ədədlərdir. Birdən böyük qarşılıqlı sadə ədədlərdir. Əkob AB böl əbob AB nisbətini tapın. Qarşılıqlı sadə ədədlərin əkobu onların hasilinə bərabərdir. Əbobu isə 1-ə bərabərdir. Hasil bölünsün əbob, yəni 1 elə hasilin özü olacaq ki, bu da A variantı deməkdir. İkinci suala baxaq. Yenə A ədədi B ədədinin natural bölənidir. Belə suallarda şagirdlər bax A B-nin bölənidir. Görürsüz? Yəni təsəvvür edin ki, A 2-dir, B 6-dır da, 2 6-nın bölənidir. Belə halda əkob bunların böyüyünə, əbob bunların kiçiyinə bərabər olur. O zaman cavab nə olacaq? B çıx A, yəni D variantı olacaq. 3 nömrəli sual. 24-dən böyük olmayan iki rəqəmli ədədlər içərisində 24 ilə qarşılıqlı sadə olan neçə natural ədəd var? Ümumiyyətlə 24-dən kiçik 24 ilə qarşılıqlı sadə ədədlərin sayını tapmaq üçün belə bir qaydamız var. Əvvəlcə 24-ü sadə vurğulara ayırırıq. Deməli, 24-ü sadə vurğulara ayırdıqdan sonra 24 bizim üçün oldu. 2-nin kubu vurulsun 3-dür 1. 24 vur 1 çıx 2-də 1 vur 1 çıx 3-də 1 bərabərdir. 24 vur 2-də 1 vur 3-də 2. Bunlar ixtisar gedir. 24-də 3-ə böləndə qalır 8. Yəni 24-dən kiçik 8 ədəd 24 ilə qarşılıqlı sadədir. Amma sualın şərtinə fikir verirsinizsə, iki rəqəmlilərin sayını soruşur. Bir çox şagird burada cavaba Y yazıb gedir, amma cavab Y deyil. Niyə? Çünki deməli 24-dən qarşılıqlı sadə olanlar 1 var, 5 var, 7 var. Görürsünüz, bunlar axı bir rəqəmlidir. Qarşılıqlı sadə nədir? Ortaq böləni 1-dir də. Yəni onların ortaq böləni yoxdur. Belə də baxa bilərsiniz. Məsələn 24-də 5 yazsam ixtisar gedə bilən bir şey var. Xeyr. Məbləğ qarşılıqlı sadədir. İxtisar gedimizə qarşılıqlı sadə olur da. Və deməli belə çıxır ki, 3 dənə ədəd bir rəqəmlidir. Yəni 8 ədəd var. 24-dən kiçik, 24-ə qarşılıqlı sadə. Bunlardan 3-ü bir rəqəmlidirsə, yerdə qalan 5-i nə olacaq? 2 rəqəmli olmuş olacaq. Aha. 4-cü suala baxırıq. Deyir ki, 12-yə, 15-ə, 20-yə böldükdə qalıqda 3 alınan ən kiçik çox rəqəmli natural ədədin rəqəmləri cəmini tapın. Əvvəlcə biz bunların əkobunu tapmağa çalışaq. Nəyin əkobunu? 12, 15, 20. Bu şifahi görsənir ki, 60-dır. Bunların 3-ə də bölünür 60. Bunu necə tapdım 60-ı deyirsinizsə, 12-ni sadə bunlara ayırıram. 2, 6, 2, 3, 3, 1. 15-i sadə bunlara ayırıram. 3, 5, 5, 1. 20'nin sadə vurgulara ayırıram. 2, 10, 2, 5, 5, 1. Bundan sonra baxın, misal üçün burada 2'lerin sayı 2 dənədir. Burada da 2 dənədir. Ümumiyyətlə 2 dənə 2'ni götürməliyəm. 2 vur 2. 3'lerin sayı burada 1 dənədir. Elə bir dənə 3'ü götürəcəm. Sonra 5'lerin sayı da 1 dənədir. Elə bir dənə 5'i götürəcəm. Oldu 2 vur 2, 4 vur 5, 20 vur 3, 60. Bax, bunların əkobu 60'dır. Lakin 60 bunların 3'ünə də tam bölünür. Amma bizə deyir ki, qalıqda 3 qalsın. Deməli 60'dan 3 çıxıram. Bir dəqiqə, nə soruşur bizdən? Rəqəm üzr istəyirəm, bir dəqiqə sualı tam oxuyum. Ən kiçik çox rəqəmli natural ədədin rəqəmlərin cəmini tapın. 60 tam bölünür. Üstə 3 gəlirik 63. 63'ü 12'ye böləndə qalıq 3 qalacaq, 5'e böləndə qalıq 3 qalacaq, 20'ye böləndə qalıq 3 qalacaq. Deməli, rəqəmləri 6 plus 3, 9 olur. 4 nömrəli sualın cavabı olur 9A variantı. 5 nömrəli sual sizə qalsın, eyni sualdır. Keçirəm 6 nömrəli suala. Baxın, hörmətli şagirdlər, bunun konkret qaydası var da. Əkob bölünsün əbob, eyni ədədlərin əkobu ilə əbob, bu C-yə bərabər. C nədir? Onların ortaq olmayan sadə bunların hasili. C-ni tapmağın siz bir çox yollarını bilə bilərsiniz. Bir çox şagird burada götürür, əkobu hesablayır, sonra əbobu hesablayır, sonra əkobu əbob bölür. Mən isə bunun çox möhtəşəm bir qaydasını bilirəm. Görün necə. Baxın ki, bunların 12'ye bölündüyünü rahat görmək olar. Burada 12, burada 10 qalır. Bunlar da 2'ye ixtisar gedərək, burada 6, burada 5 qalır. Artıq ixtisar yoxdur. İxtisar yoxdur. İxtisar yoxdursa bunları bir-birinə vururuq. 30 A variantı. Bax, çox möhtəşəm bir həlli var. 7 nömrədə bunun kimidir? 7 nömrəli sizə qalsın. Keçirəm 8 nömrəliyə. Deyir ki, 8 nömrəli sualda A natural ədədinin 3 sadə vurğu var. B natural ədədinin 8 sadə vurğu var. A vur B ədədinin neçə sadə vurğu var? Gəlin belə baxaq da. A 2 vur, 3 vur, 5 olsun. Məsəl üçün. B də olsun. 2 vur, 3 vur, 5 vur, 7 vur, nə bilim 11 vur, 13 vur,
17, 1, 2, 3, 4, 5, 6, 7, bir dənə də 19 yazaq, 8. İndi mən götürüb A-nı B-yə vursam əgər, o zaman A vurulsun B-də olacaq 2-nin kvadratı, 3-ün kvadratı, 5-in kvadratı, 7, 11, 13, 17, 19. Düzdür? Və bu zaman, bunlarda da birlər var da qüvvətlərində. Sadə vurğuların sayını soruşur sualda. Neçə sadə vurğu var deyir. Sadə vurğuları soruşanda qüvvətləri toplamaq lazımdır. Ümumi toplayanda neçə olacaq? 11 sadə vurğu olacaq Y variantı. İndi kimsə soruşa bilər ki, müəllim, hardan biliriz? Bəlkə 2, 3, 5 deyil başqaları da fərq etməz. Nə olur olsun? Yəni o zaman sadə bölən demir ki, bizə sadə vurğular deyir. Sadə bölən desəydə hə düşünmək olar içində deyir bizə, amma sadə vurğu deyəndə fərq etmir. Neçə sadə vurğu olur olsun, hasildə sadə vurğular toplanmış olacaq. 10 nömrəli suala baxırıq. 10 nömrəli sual deyir. Biri o birinin 4də 3-ü təşkil edən 2 natural ədədin əbobu 27-dir. Əla. Götürürəm A-ya deyirəm 3K, B-yə deyirəm 4K. Biri o birisinin 4də 3-üdür də. Elə ki 3K 4K-nın 4də 3 hissəsini təşkil edir də, düzdürmü? Əbob yazıram. Əbob 3K, 4K bərabərdir 27. K-nı mötərizə xaricinə çıxartdıqda qalacaq 3-dən 4, düzdür? 3-dən 4-ün əbobu bizə 1 verir. Çünki 3-dən 4 qarşılıqlı sadə ədədlərdir. K vur 1, 27 olduğuna görə K nə olacaq? 27 olacaq. Əla. Bu ədədlərin cəmini bizdən soruşurdu. Bunların cəmi olacaq 7K. A plus B bərabərdir 3K plus 4K 7K. Yəni 7 dənə 27 olacaq 189 C variantı. 11 nömrəli sual fərqli sualdır. Deyir, n bölü 6, n bölü 8 və n bölü 9 ədəd ifadələri natural ədəd olarsa, n-in ən kiçik qiymətinin rəqəmləri cəmini tapın. Yəni, başa düşməlisən ki, n 6-ya da, 8-ə də, 9-a da bölünən bir ədəddir. Yəni, bunun necə ola bilər? Sən nə düşünürsən? Bunlar üçün əbob taparsan, yoxsa əkob? Baxın, tapacağımız ədəd təbii ki, bunların üçündən də böyük olmalıdır. Üçündən də bölünməlidirsə. Üçündən də böyüksə, o zaman əkob tapmış olursun. Ən kiçik ortaq bölünən əkob 6, 8, 9. Hörmətli şagirdlər, bunlar ardıcıl ədədlər olduqlarına görə bunların əkobu 72-dir. Bunların əkobu 72-dir. Bunların əkobu 72-dir. 72 6-ya bölünür, bəli, bölünür. Deməli 72 bizim misalımızın yəni əkob olacaq belə deyək və rəqəmləri cəmini soruşurdu. 9, 7 bölü 2 9 olacaq. 12 də bu tipdəndir. Sizə qalsın. Keçirəm 13 nömrəli suala. 13. Bir məntəqədən müxtəlif marşrutla eyni zamanda 2 avtobus yola düşür. Birinci avtobus bu məntəqəyə hər 40 dəqiqədən bir, ikinci avtobus isə hər 30 dəqiqədən bir qayıdır. Hansı ən qısa müddətdə onlar hər ikisi çıxdıqları məntəqədə olarlar? Ay uşaqlar, bax, bir çox hallarda şagirdlərimiz qarışdırırlar. Müəllim, məsələdə əbob tapmalıyam mı, yoxsa əkob tapmalıyam? Yəni, sən elə bir müddət, elə bir vaxt tapmalısan ki, elə bir ədəd tapmalısan ki, həmin ədəd həm 40-a bölünən bir ədəd olmalıdır, həm də 30-a bölünən bir ədəd olmalıdır. Düzdür? Bəzən şagird əbob tapıram müəllim deyir. O zaman bunların əbobu 10 olacaq. 10 dəqiqədən biri 40 dəqiqəyə bir tam dövrə vuran bir marşrut, 10 dəqiqədən biri isə tam dövrə vura bilər. Bu yanlış bir fikir olar, düzdür? Deməli sən bu üçün əkob tapasan, əkob. Əkob bunların hər ikisindən böyük olacaq. Yəni buradan da görsənir şifahidir. Əkob 30, 40 bərabərdir 120. Yəni bunu sadə olaraq ayrı tapa bilərsiniz. Belə də görsənir ki, 120 bunların əkobudur. 15 nömrəli suala baxıram. 15 nömrəli sual. Mən soruşur bizdən əbobu tapın. Konkret qayda var, hörmətli şagirdlər. Əbob bərabərdir eyni ədədlərin, yəni A ilə B-nin əbobu bərabərdir. Kök altında A vur B bölü C. Burada C ortaq olmayan sadə bunların hasilidir. Şəkildə qeyd olunub. Yəni bizə bunu 256 veriblər. Buradan da 16 çıxır. Cavab olur C variantı. 16 nömrəli sualda isə əkobu soruşur. Əkob üçün də konkret qayda var. Əkob AB bərabərdir. Kök altında A, B, C. Bizə də burada AB hasilini 72.000 veriblər. C-ni də 20 veriblər. Hasil olacaq 144. Burada da 4 dənə 0. Düzdürmü? 2, 4, 6, 1.440.000. Bu da bərabərdir 12, yanında 2 dənə 0, yəni 1200 A variantı. 17 də eyni tip sualdır, sizə qalsın. 18 nömrəli sual. 18 nömrəli sual. Deməli, deyir ki, oğlan və qız 630 metr uzunluğunda olan məsafəni addımla ölçdülər. Və oğlanın addımı 45, qızın addımı isə 35 cm olarsa, hərəkətə başladıqdan sonra onların ayaq izləri neçə dəfə üst-üstə düşər? Ümumiyyətlə, məsələ həll etməmişdən qabaq, məsələnin şəraitini oxuyub anlamağınız lazımdır. Bax, təsəvvür edin, belə bir məsafə var. 630 metr uzunluğunda belə bir məsafə varımızdır. Bir nəfər oğlan addımla, belə deyək, addımlayır belə, 45 cm, 45 cm belə addımlayır, təsəvvür edin. Qız da addımlayır, deyək ki, 35 cm, 35 cm bundan az da belə deyək belə. Və bunların addımı müəyyən bir məsafədən sonra haradasa gəlir, addımlar üst-üstə düşür. Oğlanın da, qızın da addımı gəlib üst-üstə düşür. Aydındır.
Və biz nəyi tapmalıyıq da? Biz tapmalıyıq ki, bu 630 metr məsafədə bu addımlar üst-üstə neçə dəfə düşəcək? Biz onu tapmalıyıq. Yəni mən elə bir məsafə, elə bir ədəd tapmalıyam ki, elə bir uzunluq tapmalıyam ki, o uzunluğu həm 45-lərə, həm də 35-lərə bölə bilim. Bildiniz nətər? Yəni tapacağım ədəd 45 və 35-in görəsən acaba nəyi olacaq? Əbobu mu, yoxsa əkobu mu? Şagirdlərin ən çox çaşdıran sual. Əbob tapmalıyam, yoxsa əkob tapmalıyam? Tapacağın ədəd bu ədədlərin hər ikisindən böyükdür. Hər ikisinə bölünməlidir. Ona görə də sən mütləq şəkildə əkob tapmalısan. Əkob. Və bu bərabərdir. Əkobu tapmaq üçün 45 və 35 hər ikisi 5-ə bölündüyünə görə 5-i ortaq vurub ki, mötərizə xaricinə çıxardıram. Burada qalır 9 və 7. Bunlar da qarşılıqlı sadə ədədlər olduğuna görə 63 olacaq. 310 santimetr. Deməli, 310 oldu. 315 santimetr. 315 santimetr. İndi başa düşdüm ki, mən 315 santimetrdə bu adamların ayaqlı izləri gəlib üstə düşəcək. Müəyyən bir 315 santimetrdən sonra oğlanla qızın adımları gəlib üst-üstə düşür. O zaman baxmalıyam ki, 630 metrin içərisində neçə dənə 315 santimetr var. Əvvəlcə 630 metr santimetrə çevirək, 63.000 santimetr olsun. 63.000 santimetrdə 315-ə böləndə 200 olur da. Bəli, 200. 200 dəfə ayaq izləri üst-üstə düşmüş olacaq. 19 nömrəli sualdır. Bu sualın birə-bir eynisi olduğuna görə onu sizə saxlayıram. Keçirəm 20 nömrəli suala. Deyir ki, əkob AB çıxıb bu AB 45-dir. Əkob AB üstə gələ bu AB 55-dir. Tənlər sistemindən AB hasilini tapın. Baxın, bu sualı necə etmək olar? Bilirəm ki, qaydamız var da, konkret olaraq. Əkob AB bərabərdir kök altında ABC-yə. Əbob AB də bərabərdir kök altında AB böl C-yə. Bunları burada nəzərə alsam, əslində fərqli yolla yazaq, bu qalsın. Bunu da yazmaq olar, bu qalsın. Başqa yolla yazacağım. Necə? Bax, bunları alt-alta toplasam, bunlar islah olar. Qalır əkob AB bərabərdir 100. 2 əkob AB olar 100. O zaman əkob AB olar 50. Əkob AB 50-dirsə əgər, əbob AB nə olacaq? 5 olacaq da 45 olması üçün. Yəni 50-dən 5 çıxanda 45 qalar da. Deməli, belə çıxır ki, əbob AB də 5-dir. Düzdür? Mənə deyir ki, AB hasilini tapın. AB bərabərdir əkob vur əbob qaydasına görə 50 vur 5, 250. 21 nömrəli sual. Cəmi 63 olan və ən böyük ortaq böləni 9 olan 2 natural ədədinə ortaq olmayan sadə olan hasilinin ən böyük qiymətini tapın. 2 ədəd götürək AB olsun. Bunların ən böyük ortaq böləni 9-dur. Yəni AB, əbob AB 9-a bərabərdir və digər tərəfdən A ilə B-nin cəmi də 63-ə bərabərdir. Ay uşaqlar, əgər əbob AB 9-dursa, A-mız 9K olsun, 9X olsun, B-miz də 9Y olsun. Diqqətlə baxın, 9-lar bunların ortaq hissəsidir. Ortaq olmayanlar isə X və Y-dir. Aydındır? X və Y-dir. Biz burada X, Y axtarırıq hal-hazırda. C-ni axtarırıq. Gətirib bunu burada yerinə qoysam, AB-nin qiymətlərini görərəm ki, bu olar 9X üstə gəl 9Y bərabərdir 63. Hər dəfə 9-a bölsəm X plus Y bərabərdir 7 olar. Aha, cəmi 7 olan ədədlərin içərisində hasili ən böyük nə ola bilər? Ümumiyyətlə, cəmi 7 olan hansı ədədlər var ki, 1, 6 var, 2, 5 var, 3, 4 var da, başqa biri yoxdur. Müəllim 6, 1 desəz, onun fərqi yoxdur. Burada onun fərqi yoxdur. Tamam mı? Nəticə etibarıyla hasil burada olacaq 6, burada olacaq 10, burada olacaq 12. Ən böyüyü neçə oldu? 12 A variantı. 22 nömrəli suala baxırıq. Deməli, hörmətli şagirdlər, əksər şagirdlərin çətinlik çəkdiyi sual tiplərindən biridir. Həm də belə deyim də, işte oxşar, necə deyim, yəni çox yaygın suallardan deyirlər. Şagirdlər çıxışırlar və sual gələndə ki, necə olacaq, bu nədir axı? Uşaqlar, əbob tapmaq üçün ortaq vurğu mötərizə xaricinə çıxaracaqsan. Yəni burada ortaq vurğu deyəndə nəyə başa düşməliyəm müəllim? Bunların hər 4 dənə burada predmet var da, belə 4 dənə ədəd var deyək də. Yəni 4 dənə belə bir rəngini dəyişim. Bu dördünün 1, 2, 3, 4 ortaq hər dördünün bölünə biləcəyi ifadə 2n-dir. Hamısı 2n-ə bölünür.
2n-ə bunu böldükdə, bax bunu 2n-ə böldükdə 4n qalacaq. Üstə gəl. Bunu 2n-ə böldükdə 3 qalacaq. Nöqtəli vergül. Bunu 2n-ə böldükdə 4n qalacaq. Bunu 2n-ə böldükdə 5 qalacaq. İndi fikir verin nəyə? Diqqətlə baxın. Bunu görürsünüz, bu hissəni görürsünüz, bu hissəni. Götürün n-in yerinə qoyun 1. Misal üçün deyirəm ha, 1. Bax 1 yazsam bura nə olacaq? 4 vur 1. Üstə gəl 3 olacaq 7. 4 vur 1 üstə gəl 5 12. Yox, nə 12? 4 üstə gəl 5 9. 7 və 9 necə ədədlərdir? Ardıcıl tək ədədlər. Ardıcıl tək ədədlərin əbubu nəyə bərabər olurdu? 1-ə. Ay İbrahim müəllim, bu n-ə 1 hardan gəldi? Tamam, 1 istəmirsən 10 qoy. Misal üçün 10 vur 4 üstə gəl 3 nə olacaq? 43 olacaq. 10 vur 4 üstə gəl 5 nə olacaq? 45 olacaq. Yenə bunlar nə oldu? Ardıcıl tək ədədlər oldu. Yəni mən bu ədəd qoymadan birbaşa desəydim ki sizə, hə, bunlar ardıcıl tək ədədlərdir uşaqlar desəydim, çaşmadınız ki, bu necə oldu? Müəllim hardan bildi bu ardıcıl tək ədədlərdir? Yəni siz n-in yerinə qiymət qoyaraq bunun ardıcıl tək ədədlər olduğunu görə bilərsiniz. Bunu bizə 20 veriblər bu arada ümumi olaraq. Yəni bir sözlə bu əbəb oldu 1. Ardıcıl tək ədədlərlə bu 1-ə bərabərdir. Bəs solumda 2n-i 1-ə vuranda 20 olduğuna görə 2n bərabərdir 20-dən, n-i alaram 10. Alıram n-i, gəlirəm bura. Qəşəng n-ə yerinə 10 qoyuram. Əkob. 10-un kvadratı 100 üstə gəl 10, 110. Nöqtəli vergül. 10-un kvadratı üstə gəl 3 vuran 30, 130. 130 ilə 110-un əkobunu tapmaq üçün hər ikisi 10-a bölünən bir ədəd olduğuna görə onu mötərizə xaricə çıxartdıqda içəridə 11 və 13 qalır ki, bunlar da ardıcıl tək ədədlərdir. Onların əkoblarının hasilinə bərabərdir. Nəticə etibarilə cavab olacaq 10 vur, 11 vur, 13. Qısa bir qeyd edə bilərsiniz. 11-ə vurma əlaməti, 11-ə tez vurmaq üçün nə edirsiniz? İstənilən ədədə 11-ə vurduqda həmin ədədi aralı yazırsınız. Ortasına isə rəqəmlərin cəmini yazırsınız. 143. Yəni buradan 0, 1430. Bunu qardaşı demir ha, mən sizə deyirəm. Təbii ki, heç bir iki qardaş oturub vurmadan danışmayacaq. Tamam, başqa bir nümunə göstərim. 23 vur 11. Necə eləyəcəm? 2 ilə 3-ü aralı yazıram, ortasına bunları cəmi yazıram. Vəssalam. Bir sözlə bunun cavabı oldu 1430. B cavabı olmadı. Yox, varmış. B cavabı var. Y variantında var. Getdik. Təbii ki, 23-ü də mən yazım, 24 sizə qalsın. İnşallah biz növbəti başlıqlarda vurğulara ayırma deyə bir şey öyrənəcəyik. Deməli, nədir də bu? Gəlin baxaq da. N kvadratı çıxılsın 5n üstə gəl 9 var burada, görürsünüz. Heç vurğulara ayırmayacağım bunu, bu kvadrat tərkib həll edək, gözlüyüm bir dəqiqə. Buradan orta vurğuna görürsünüz, mən n görürəm, hamısında n var. N-i mötərizə xaricə çıxartdıqda nə qalacaq içəridə? 2n plus 1 nöqtəli vergül 2n plus 3 bərabərdir. N kvadrat çıx 5n üstə gəl 9. Hörmətli şagirdlər, biraz əvvəl qeyd etdiyim kimi bunlar ardıcıl tək ədədlərdir. Bunlar 1 olacaq. Müəllim, necə oldu ardıcıl tək ədədlər? Qayıt geriyə. Burada necə tapdıq ardıcıl tək ədədlər olduğunu? Bax, orada da belə tapacaq eyni ilə. Eyni ilə qiymət qoy görə bilərsən. Deməli, n-i 1-ə vuranda bu ifadə alındığına görə, elə n özü bu ifadəyə bərabər olacaq. Götürüb bu n-i bura keçirdikdə belə bir ifadə alırıq. Yəni bu n müsbətdir. Bura gətirəndə mənfi n olur. Burada mənfi 5n var deyə olacaq mənfi 6n. Nəticə etibarilə bu kvadrat tənlikdir. Əslində bu muxtəsər vurma düsturunun açılışıdır. Buradan n-in 3 olduğu görsənir. N-lərin yerinə burada 3 qoyursan, hesablayırsan, nə hesablayacaq? Əkob 3 üstə gəl 2 5, 3 üstə gəl 5 8. Bu da olacaq 40-da. Vəssalam, bu qədər asan və sadə. 24 də sizə qalır. Keçirik 25 nömrəli suala. 25. Hörmətli şagirdlər, cəmi 49 olub əkobu 70 olan ədədləri axtarırıq ki, şərtini ödəyən m-in natural ədədlərin böyüyünü tapın deyir, böyüyünü. Tamam. Deməli, əkob m-n bərabərdir 70. Bu nə deməkdir? Bu deməkdir ki, m-də, n-də 70 bu ədədlərin ikisinə də bölünür. Yəni, m və n 70-in, belə deyim də, bölənidir. Aydındır. Əkob nədir? Ən böyük, əkob ən kiçik ortaq bölünən. 70 bunlara bölünməlidir, tam bölünməlidir. Misal üçün, burada məsələn 7 ola bilər. Misal üçün deyirəm də. Burada nə bilim 10 ola bilər. Burada nə bilim 35 ola bilər. Burada nə bilim 2 ola bilər. Yəni 70 nəylərə bölünürsə, emin bunlardan biridir. Aydındır nə demək istəyirəmsə. Və cəmi də 49-dur. İndi uşaqlar, mən bu ədədləri cəmi 49 olmaq şərti ilə yəni axtarmalıyam ki, hansı ədədlər olmalıdır ki, 70-in böləni olsun, cəmi də 49 olsun da. Aydın nə demək istəyirəm? Məsələn, mən bura 7 yazsam, 7 üstə gəl 37, yox, bir dəqiqə 42. 49 verir də. 42 70-in bölünəni deyil, aydındır, o şəkildə.
İkisini də axtarıb tapmalıyam ki, hansı ədədlərdir də bunlar. Bunun üçün mən 7-nin misillərinə baxacağam. Məsələn 7 42 idi. Bayaqları görürsüz 70 olmadı, 42 bölünmədi. Sonra 14 35 7-nin misilləri var. Bu 14 isə bu 35 olur ki, cəmi 49 verməlidir axı. Sonra 21 3-ə vurdum 7-ni görürsüz. Bax məsələn burada yazıram 7 42. Bax 14 35 21 28 7-nin misilləri də hamısı bunlar fikir verirsə, yenidən 28 21 olacaq, 35 14 olacaq, 42 7 olacaq belə yazıram bunları. Cəmi 49 verənləri yazdım elə bir ki. Və 2 verirsə bu 70-i, yəni 70 bunlara heç bunlara ehtiyac yoxdur. Əslində eyni şeylər olduğuna görə 70 bunların heç birinə bölünmür. Bunlara 2/70 bölünür. 2 verdiniz, 70 hər ikisinə bölünür. Və ən böyüyün istəyirdi mənə. Böyüyün tapın deyirdi 35 olacaq. 26 da bu tipdən bir sualdır. 26 da bu tipdən bir sualdır. 27. Deyir 2 ardıcıl cüt ədədin əkob və əbobunun cəmi 222 olarsa. Ümumiyyətlə nəzərə alsaq ki, 2 ədəd ardıcıl cüt ədəddir. A və B olsun da. Bunların əkobu əkob AB əgər ardıcıl cüt ədədlərdirsə, hasilinin yarısına bərabərdir. Əbobu isə həmişə 2 olur. Və bu cəmi bizə 222 veriblər. Hər tərəfdən bu 2-ni çıxsaq, belə çıxır ki, A vur B bölünsün 2 bərabərdir 220 olacaq. O zaman hər tərəfi 2-yə vursaq, A vur olsun B bərabərdir 440 olacaq. Nəzərə alsaq ki, bunlar ardıcıl cüt ədədlərdir. Yəni, məsələn, mən bunu necə yaza bilərəm? Tutaq ki, buna birinə x desəm, o birisi olacaq x üstə gəl 2-də bərabərdir 440. Müəllim, cüt deyildiyi üçün 2x, o birisində 2x üstə gəl 2 yazmalı deyilik, deyir bəzən şagirdlər. Bu da olar, problem yoxdur. Bəli, indi vurub açıram. X vurulsun x kvadrat üstə gəlsin 2x. 440-ı da sola keçsəm çıxılsın 440 bərabərdir 0. Bunlar ədədlər əslində digər terminə görə görsənir. Hasili mənfi 420, cəmi mənfi 2 olan ədədlərimiz mənfi 22 ilə müsbət 20-dir. Mənfi 22 olmayacaq. Müsbət 20 olacaq x-imiz. X-imiz müsbət 20-dirsə, yəni A-mız. B-miz olacaq 22 və bizə nə soruşurdu? Bu ədədlərin kiçiyini tapın. 20 oldu cavabımız. 27-ci cavab oldu 20. Eyni sual 28 nömrəli sualı sizə qalsın. 29 nömrəli suala baxırıq. Əslində 29 nömrəli sual tipində sual bayaq yazmışdıq. A-ya bərabərdir 3K deyək, B-yə bərabərdir 4K deyək. Bu zaman bunların əkobu 3K-nın 4K-nın əkobu olacaq 12K. Üstə gəl əbobu olacaq 1K. Bərabərdir 104. 3K bərabərdir 104 olduğuna görə K olacaq 8. Və salam bizə deyir ki, burada B çıx A-nı tapın. B-dən, yəni 4K-dan A-nı, yəni 3K-nı çıxdıqda nə qalacaq? 1K qalacaq ki, bu da bizə 8 verilmişdi. Cavab oldu 8. 30 nömrəli sualda eynisidir sualımızın. 29-un eynisidir. 31 nömrəli suala baxırıq. Deyir ki, natural A və B ədədləri üçün A bölünsün B 3-ə bərabərdir. Yəni belə deyək də uşaqlar, A-ya 3K, B-yə 1K deyək də. Yəni 3K-nı K-ya bölsəm 3 olacaq da elə. Və əkob AB 75-dir. 3K-nın K-nın əkobu elə 3K özüdür. Bir digərinə bölünəndə ədədlərin əkob olanın böyüyü olur da. 3K 75 olduğuna görə K bərabərdir 15, yox 25 olacaq. 25 olacaq. Deməli K 25 isə 3 vur 25 A-mız 75-dir. B-miz də elə 25-dir. Və salam. Bundan sonra nə soruşur? Əbobunu tapın. Əbob nə olur? Bir digərinə bölünən ədədlərin əbobu nəyə bərabər olur? Onların kiçiyinə. Yəni 25. 32 də eyni sualdır. 33 nömrəli suala baxırıq. Baxın, uşaqlar, belə tip suallarda siz bunları parçalamalısınız. 57-ni sadə olaraq ayırsam 57 3 vur 19 deməkdir. 38 də 2 vur 19 deməkdir. Qüvvətin xassəsinə görə qüvvətdə bir xassə var ki, A vurulsun B üstündə N bərabərdir A üstü N vurulsun B üstü N. Bu xassəni tətbiq edərək biz nə edirik indi? 3 üstü 2 vur 19 üstü 2 üstə gəl. 2 üstü 2 vur 19 üstü 2 ortaq vuruğu mötərizə xaricini çıxardacaq. Ortaq vuruq burada 19-un kvadratıdır. 19-un kvadratını mötərizə xaricinə çıxartdıqda mötərizənin daxilində 3-ün kvadratı ilə 2-nin kvadratı qalır. Bərabərdir 19-un kvadratına dəymirəm. 3-ün kvadratı 9 eləyir, 2-nin kvadratı 4 eləyir. 9 da gəl 4 də 13 eləyəcək. 13. Baxın, artıq bu oldu sadə vuruqlara ayrılır. Şimdi nə soruşum? Neçə sadə vuruq? Yox, bir dəqiqə. Sadə vuruqların sayını tapın. Bəli. Artıq bu sadə vuruqlarda burada bir dənə var. İkisi burada, biri burada. 2 üstə gəl 1. Sadə vuruqların sayı oldu 3. Sadə bölənlərin sayını soruşsaydı 1, 2, 2 deyəcəkdim. Sadə vuruqlar dediyinə görə nə edirəm? Hamısını saymış oluram. Aydındır? Belə. Davam edək. Deməli,
34 eyni tip sualdır. 35'ə baxırıq. 35. Deyir ki, AB ardıcıl natural ədədlərdir. Aha, ardıcıl natural ədədlərin əkobu onların hasilinə bərabərdir. Əbobu isə 1-ə bərabərdir. Vəssalam. Deməli, əkobun yerinə elə AB yazacağam. 3AB çıx 2 vur 1 bərabərdir 58. 3AB bərabərdir. 2 vur 1 2 eləyəcək. Sağa keçəndə üstə gəlir 2 60, 58-ə gəlir 2. AB ilə olacaq 60 bölünsün 3 20. 36 nömrəli sual da eyni sualdır. Keçirik 37 nömrəli suala. Nə soruşur edirəm? Deyir, A və B ədədlərinin ortaq olmayan sadə vurğularının hasılı 15-dir. Yəni C 15-ə bərabərdir. Əbob AB isə 30-dur. Əbob AB 30-dur. A üstə gəl B cəminin ən böyük qiymətini tapın. Hörmətli şagirdlər, əbob AB 30 olması o deməkdir ki, A bərabərdir 30x, B bərabərdir 30y. Hər ikisi 30-a bölünür. Burada bizim C'miz x-dən y-dir. Yəni x vurulsun y C-yə bərabərdir. C də 15 veriblər axı. Nə ola bilər 15? Ola bilər 1 vur 15 olsun, ola bilər 3 vur 5 olsun. Başqa nə var? Heç nə. Kimsə düşürüb götürüb burada x 15 y-ə 1 verib yerlərini dəyişib bura 15 bura 1 yazsa, o mənası olmayacaq. Eyni şey, eyni ədədlər olacaq deyilə. Və indi x-a 1 versəm A olacaq. Baxın, A, B yazıram, belə deyirəm. A olacaq 30. X-a 1 versəm, y-ə 15 versəm, B olacaq 15 vurulsun 30 neçə eləyir? Deməli 45 0 450. Digər tərəfdən 3 15 versəm, 3 5 versəm 9 90 ilə 150. Sualda mənə nə deyir? Deyir ki, A plus B cəminin böyük qiymətini tapın. Bəli, A plus B burada olur 480, burada olur 240. Böyük qiymət hansı oldu? Təbii ki, 480 oldu. Cavab olacaq 480. 38 nömrəli sual fərqli sualdır. Buna baxmaq lazımdır. İlk öncə nəyə baxırıq? N kvadrat üstə gəlsin 5, n üstə gəlsin 6-nı vurgulara ayırmağa çalışırıq. Bu vurgulara ayırmanı Viet teoreminə qarışdırmayın. Viet teoremində hasili 6 cəmi -5 olan ədədlərdir. Amma vurgulara ayırmada hasili 6 cəmi müsbət 5, yəni müsbət yazılsın, müsbət 5 götürürük. Bu da hansı ədədlərdir? Müsbət 2 ilə müsbət 3. Aydındır, bax belə, bu şəkildə vurgulara ayrılır. Təbii ki, içərinizdə bunu bilməyənlər varsa, növbəti dərslər əsnasında bunu öyrənəcək. İndi hal-hazırda nasıl ədədlərdəyik? Bərabərdir. Yenə hasili 8 cəmi 6 olan ədədlər hansılardır? 2 ilə 4. Fikir verdiniz. İndi bunu vurgulara ayırdım. Gördünüz. Ortaq vuruq həm burada nəyə görürsünüz? Mən görürəm. M plus 2 var hər ikisində. Deməli, bu əbobu, bax bu yazılışı, bax sol tərəfdəki yazılışı görürsünüz. Mən bunu belə yazıram indi. Əbob n plus 2, n plus 3 nöqtəli vergül n plus 2, n plus 4. Bunu veriblər mənə 5 kimi. Hörmətli şagirdlər, burada ortaq vuruq kimi nəyə görürəm mən indi? N plus 2-ləri görürəm. N plus 2-ləri mötərizə xaricinə çıxardıram. O zaman nə qalır daxildə? Mötərizənin daxilində əbob n plus 3 nöqtəli vergül n plus 4. Əslində ki, mötərizəyə burada ehtiyac yox deyə. Bərabərdir 5. Hə. İndi baxın görüm nəyə? N-i istənilən bir qiymət qoyub yoxlayın. Bunlar necə ədədlərdir? Bunlar ardıcıl ədədlərdir. Məsələn, N-ə 1 versəm, bu olacaq 4, bu olacaq 5. N-ə 5 versəm, bu olacaq 8, bu olacaq 9. Bunlar ardıcıl ədədlərdir. Ardıcıl ədədlərin əbobu nəyə bərabərdir? 1-ə. Və salam, n plus 2-ni 1-ə vuranda 5 olduğuna görə, elə n plus 2-nin özü 5 olacaq. Buradan da çıxır ki, n bərabərdir 3. Məndən nəyi tap deyirdi? N-i tap deyirdi. N oldu 3. Davam edirik. 39 nömrəli sual. Deyir ki, 120 və 180 ədədlərinin ortaq natural bölünənlərin sayını tapın. Aha. Mən elə ədədlər tapmalıyam ki, həm 120-ni, həm də 180-i bölsün. Məsələn 1. Misal üçün də 1. Mən bunları bir-bir sayıb tapa bilərəmmi? Əslində yəni prinsip etibar tapmaq olar. Sadəcə bu mənim vaxtımı aparar. İmtahanda bu əlverişli üsul deyil. Bəs bunun üçün nə etməliyəm? Əvvəlcə bunların əbobunu tapmalıyam. 120 ilə 180-ın ən böyük ortaq böləni tapmalıyam. Ən böyük ortaq böləni. Deməli, onu çıxarsam, burada hər ikisi bunlar 60-a bölünür. 60 çıxardır, burada 2, burada 3 qalır. 2-nə üzrə qarşılıqlı sadə olduğu üçün əbob 60 özü olacaq. 60 olacaq. Əla. İndi baxın uşaqlar, diqqətlə fikir verin. Mütləq şəkildə 120-dən 180-də 60-a tam bölünür. Düzdürmü? Onda belə nəticəyə gəlmək olar ki, 60-ı bölən ədədlər elə bunları da böləcək də, elə deyilmi? O zaman mən nə edirəm? 60-ı sadə vurgulara ayırıram.
60 bərabərdir 2-nin kvadratı vur 3 üstü 1 vur 5 üstü 1 düzdür. İndi natural bölənlərin sayını tapıram. 2 plus 1 1 plus 1 vur 1 plus 1 bərabərdir 3 vur 2 vur 2 oldu neçə? 12. Deməli 12 dənə ədəd var ki 60-ı bölür. 60-da 120 ilə 180-ın ən böyük ortaq böləni olduğuna görə həmin ədədlər həm 120-ni, həm də 180-ı böləcək. Bax, bunları belə baxa da bilərik. Baxın, 1, 2, 3, 4, 5, 6, deməli 10, 12, 15, sonra nə var? 20 var, düzdürmü? 30 və 60-ın özü. Sayaq bunları. Deməli 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Bax, bu 12 dənə ədəd həmin 12-dir. Bax, bu 12 dənə ədəd. 12 dənə ədəd həm 120-nin, həm də 180-ın ortaq bölənləridir. Tamam, 40 nömrəli suala baxırıq. Deyir ki, 40 nömrəli sualda A bərabərdir 2 üstü n vur 3 üstü m. Ədədinin sadə bolların sayı 8-dir. Sadə bolların sayı 8-dir. O deməkdir ki, n üstə gəlsin m 8-ə bərabərdir. Natural bölənlərin sayı isə 24-dür. Natural bölənlərin sayını tapmaq üçün m plus 1-i vurmalıyam m plus 1-ə. Bərabərdir 24 olur. Və mənə deyir ki, m çıx n modulunu tapın, hesablayın. M çıx n modulu bərabərdir. Kök altında m çıx n-in kvadratına. Bu da bərabərdir. Deməli, m üstə gəl n-in kvadratı çıx 4mn müxtəsər vurma üsuluna görə. İndi bunu hələlik saxlayıram. Mənə ən sonda lazım olacaq bir şeydir bu. Vuram bunu kənara. Bu hissəni vurub açaq. Bunu vurub açaq. N-i m-ə vuranda olacaq mn. N-i bura vuranda olacaq müsbət n. 1-i bura vursam olacaq m. 1-i bura 1-ə vursam olacaq 1. Bərabərdir 24. N plus m varımızı 8-dir. 8. Deməli, n üstə gəl 8 üstə gəl 1 bərabərdir 24. Onda buradan çıxır ki, n hasili nəyə bərabərdir? 24-dən 9 çıxanda 15-ə bərabərdir. Və salam. M-ni tapdım, uşaqlar, tapdım. Əlimdə m-n də var, m plus n də var. Düzdürmü? Var. Gətirirəm, burada qoyuram yerinə. Bərabərdir. Kök altında m plus n-in kvadratı çıxılsın 4 vur m-in. Yəni 64 çıx 60. Kök altında 4. O da olacaq 2. Bax, çox möhtəşəm bir sual idi. Maraqlı bir sual idi. Keçirik növbəti 41 nömrəli suala. 41 nömrəli sual. Əbob, hörmətli şagirdlər, bunu yenə bunlara ayırmaq lazımdır. N kvadrat çıx 9-a necə bunları ayırarıq? N çıx 3, n üstə gəl 3 kimi. Sonra n kvadrat üstə gəl n çıx 12-ni. Hasili mənfi 12, cəmi mənfi 1 olan, müsbət 1 olan ədədlərimiz hansılardır? Deməli, mənfi 3 ilə müsbət 4. Bəli. Bərabərdir 15. Ortaqlığı görürsünüz, n çıx 3-ü görürsünüz. N çıx 3-ü mötərizə xaricə çıxardıram. Qalır içəridə əbob. Nə? N üstə gəl 3, n üstə gəl 4. Bunlar necə ədədlər olacaq? Bunlar ardıcıl ədədlərdir. Əbobu nəyə bərabər olacaq? 1-ə. Onda belə çıxır ki, n üstə gəl 3-ü 1-ə vuran n üstə gəl 3 olacaq. Bərabərdir 15-ə. Yəni bunu buna vururam. Bərabərdirəm 15-ə. Buradan alıram ki, n bərabərdir 18. İndi gəlirəm bura. Ədədin son rəqəmini tapın deyir. Okey. İndi gəlirəm bura. Deməli, n 18-dir. Əkob 18 çıx 7, 11 faktorial, nöqtəli vergül. 2 vur 18, 36 eləyir. 36 eləyir. 36 üstə gəl 1, 37 faktorial. Faktorial açılışı n faktorial 1-dən n-ə qədər ədədlərin hasili deməkdir. Yəni 11 faktorial 1-dən 11-ə kimi ədədlərdir. 37 faktorial 1-dən 37-ə kimi ədədlərdir. Buradan başa düşürük ki, 37 faktorial 11 faktorial tam-tamına bölünür. Yəni 37 faktorialın açılışının içərisində 1-dən 11-ə kimi ədədlər var da. Təsəvvür edin, 37 faktorial nə deməkdir? 1, 2, 3, 4 və s. 37. 11 faktorial 1, 2, 3, 4 və s. 11. Ona görə də 37 faktorial 11 faktoriala bölündüyünə görə bu əkob elə 37 faktoriala bərabər olur. Və mənə nə deyir? Deyir ki, bunun son rəqəmini tapın. 37 faktorialın açılışının içərisində 1, 2, 3, 4, 5, 6 və s. 37 yazsam. Burada hörmətli şagirdlər var 2, var 5. 2 və 5 neçə eləyir? 10. Onu nəyə vurursan vurun olmayacaq? Sonra 0-a bitəcək. Yəni buradakı ədədin əvvəldəki rəqəmləri mənə maraqlıdır. Sonra mütləq şəkildə nə olmalıdır? 0 olmalıdır. Cavabımız olacaq 0. Bu 41 nömrəli sual idi. 42 nömrəli sualı yazmaq istəmirəm. Niyə? Oxşarını yuxarıda yazmışam sizin üçün. Eynisini demək olar ki yazmışam. Tapsam indi buradan.
Buralarda olmalıdır o. 29'a baxın. 29'u görürsünüz. Demək olar ki, aşağı yuxarı eyni sualdır. Ona görə də 40 neçə idi bu? 42 nömrəli sual sizə qalsın. 43. 43. M enin 2 qatıdır yazıblar. Əkob, əbob belə. Tamam. Gəlin baxaq. Bax uşaqlar. Burada ortaq sadə vuruq olmadığına görə əkob elə bunların hasili olacaq. Burada ortaq sadə vuruq olmadığına görə əbob da 1 olacaq. 2 vurulsun 2 üstü n vur 3 üstü n bərabərdir. Bu mənfi 3'ü bura keçirəndə müsbət 3 üstə gəl 33 36 olur. Hər tərəfi 2-yə böləndə 18. 18 yaza bilərəm. Deməli 3'ün yox 2 üstü 1 vur 3'ün kvadratı kimi yaza bilərəm də. 3'ün kvadratı 9 vur 2 18 eləyəcək. Buradan çıxır ki n 1'dir. Buradan da çıxır ki m 2'dir. Və salam. M plus n cəmini tapın deyir. 1 üstə gəlir 2 3. Keçirik 45'ə. Yox bir dəqiqə. Bəli də 44 bunun eynisidir. Keçirəm 45'ə. Əbob 108 verib. M verib. M tapın deyir. 108'i bir dənə sadə onlara ayıraq. 2'ye bölsəm 54, 2'ye bölsəm 27, 3'e bölsəm 9, 3'e bölsəm 3, 3'e bölsəm 1. Deməli 108 bərabərdir 2'nin kvadratı vur 3 üstü 3. Hörmətli şagirdlər, əbobda ortaq sadə vurğuların az sayda olanı götürülür. Yəni A ədədində tutaq ki 2 vur, 2 vur, 3 vur, 3 vur, 3 vur, 3 yazılıb. B-də 2 vur, 2 vur, 2 vur, 2 vur, 3 yazılıb da. Əbob tapanda burada da 2'lər var, burada da 2'lər var. Az sayda olanı 2'dən 2 götürüləcək. 2'dən 2 götürüləcək. 3'lərə bax, burada da 3 var, burada da 3 var. Az sayda olan 1'dən 3 götürüləcək. Az sayda olan götürülür. Qüvvəti az olan. Yəni mən bunu qüvvət kimi yazsam, bax 2 üstü 2 vur, 3 üstü 4. Bu 2 üstü 4 vur, 3 üstü 1'dir. Düzdürmü? Əbob tapanda bunu götürəcəm, vuracam bir-birinə. Əbobda. Əkobda isə bunu götürüb vuracam bir-birinə. Tamam mı? Bu qaydada da, bu qaydada var. Mövzu izahında bu haqqda danışmışıq. İndi qaydıram bura. Bax. M'ə fikir verin. M bərabərdir 4'ün yerinə 2'nin kvadratı yazıram. Buna yazıram 3 üstü k plus 2. N də bərabərdir 12'ni yaza bilərəm. 2 üstü 2 vur 3 üstü 1 kimi yaza bilərəm. Qüvvətin xassəsi haqqında bayaq danışmışdıq. Bu k hər ikisinə aiddir. Həm bura, həm də buna aiddir. İndi sual verirəm. Fikir verin. Burada diqqətlə baxın. Bax. 2 üstü 2 var. 2 üstü 2k var. Sizcə 2 vur k ədədi daha böyükdür, yoxsa 2? Təbii ki 2 vur k daha böyükdür. Kiçiyi 2'dir. Ona görə də bax kiçiyini götürüblər. Gördünüz? Yaxşı. İndi baxaq bura. K daha böyükdür yoxsa k plus 2? Təbii ki k plus 2 böyükdür. Kiçiyi nədir bəs? K'dır. K'nı götürüblər. Kiçiyini götürüblər. Aydındır? K oldu 3. Gətir 3'ü qoy indi burada bunun yerinə. Hesabla. M bərabərdir. 2'nin kvadratı vurulsun 3 üstündə 3 üstə gəl 2. 2'nin kvadratı 4 vurulsun. 3 üstə gəl 2 də 5. 3 üstü 5 bərabərdir. 3 üstü 5 343 eləməlidir. Səhv etmirəmsə. Bir dəqiqə. 81 vurulsun 3. 243. 12 1 yadda 16 1 17 972. Bəli, 972'dir. Belə 46 nömrəli sual sizə qalır. 45 bunun eynisidir. Keçirik 47 nömrəli suala. Ədədləri yazıldığı ardıcılıqla artan ardıcıl ədədlərdir. Əkob M-ni tapın. Aha, ardıcıl ədədlərdirsə əgər, misal üçün deyirəm, nümunə üçün, məsələn, bu 1'dir, bu 2'dir, bu 3'dür. Yəni bu ədədin 2 vaid böyükdür. Yəni 2n plus 6'dan 3n çıx 5'i çıxırda cavab 2 olmalıdır. Mötərizələri açsam, təbii ki işarələr dəyişilir. 2n'dən 3n çıxanda mənfi n qalır. 6 üstə gəl 5 11 bərabərdir 2. Mənfi n sağa 2'ni sola keçirsəm n bərabər 9 olar. N 9 qoysam yerinə 3 vur 9 27 çıx 5 22 olacaq. Onda bu 23 olmalıdır. Bu da 24. Doğrudan da 2 vur 9 18 gəl 6 24 eləyir də. Onda buradan belə çıxır ki, bura fikir verin. 4m-1 23'dür də. 4m-1'ə 23 yazdıqda 4m 24 olub da m nə olacaq? 6 olacaq. M6 N'də 9. Nə deyirdi mənə? Əkob M-ni tap deyirdi. Əkob M-in. Hə. Əkob 6 9 şahiddə necə olacaq? Təbii ki 18 olacaq. Hə, 54 deyənlər də var. 54 deyil 18'dir. İndi deyəcəm müəllim mən hardan eşitdi?
Təcrübədən bilirəm ki, şagirdlər 54 deyir. 6, 9, 54, xeyr 18. Davam edək. 20, yox 48. Yenə eyni sualdır. Ardıcıl cüt ədədlər məsələsi var. Nə edəcəksən? Bundan bunu çıxacaqsan, bərabər olacaq neçəyə? 4-ə. Misal üçün 2, 4, 6 deyil. Məsələn deyirəm, buradan bunu çıxanda 4 olmalıdır. Eyni qayda hesablayacaqsan. 49-a gəlin baxaq. AB üstü xətt üstəgəl BA üstü xətt cəmi ilə M natural ədədinin ortaq sadə vurğu yoxdur. Ay uşaqlar, AB üstü xətt BA üstü xəttin cəmi, bax, bura fikir verin. 10A, bu da 1A, 11A olur. Üstəgəl B, 10B, 11B. Mötərizə xaricdən 11 çıxartdıqda A plus B. İndi bilirik ki, bu cəmi ilə M natural ədədinin ortaq sadə vurğu yoxdur. Yəni bir sözlə belə başa düşürük ki, bu cəm ortaq sadə vurğu yoxdursa, bunların əkobı nəyə bərabər olacaq? Bunların hasilinə bərabər olacaq. Yəni 11A plus B-ni M-ə vuranda 154 M edər. O zaman hər tərəfdən bu M-lər ixtisar getsə, 11 vurulsun A plus B ədədi 154-dürsə, hər tərəfi 11-ə böldükdə A plus B bərabərdir 14-ə. Deməli deyir ki, ən kiçik AB ədədini tapın deyir. Ən kiçik AB ədədini tapın. Rəqəmləri cəmi 14 olan hansı hal mümkündür? Məsələn 7, 7, 77. Düzdür? 77 ola bilər. Sonra 6, 8, 14 verir. 5, 9, 14 verir. Başqa nə var ki 4, 10 olmur. Və salam da. Bunlardan ən kiçik nədir? 59. 59. Hə, bu arada 86 da var idi. 95 də var idi. Ən böyüyü 95 olardı. Ən kiçiyi də 59. Bu neçə nömrəlidir? 49 nömrəli sual idi. 50 nömrəli sualda bunun birə-bir eynisidir. 51 nömrəli suala baxırıq. 51 nömrəli suala baxırıq. Muxtəsər vurma düsturu burada işə düşür. K kubu çıx 27-ni vurgulara ayıraq. K kubu çıx 3-ün kubu deməkdir bu. K çıx 3. K kvadratı üstə gəlinsin 3K üstə gəl 9. Aha, mənim ikinci mötərizəm budur, fikir verirsinizsə. O zaman mən nə edəcəm? İkinci mötərizə ilə bu ortaq vurğu olduğu üçün bayaq noxşarlar yazmışıq da biz. Düzdür? Bax bunu çıxardıran mötərizə xaricinə, ortaq vurğu çıxaran mötərizə xaricinə qalır içəridə əbob. Nə qalacaq içəridə? K çıx 3 ilə 1. Düzdür? 1 niyə qaldı müəllim? 1 hardan gəldi deyirsinizsə, bu özün çıxardığında ortaq vurğu kimi yerində 1 qalır da, heç də qalmayanda 1 yazırlar yerində. Bərabərdir AK çıx 16. 1-ə bir dənə qayıdım tezdən. Misal üçün AB üstə gəl A ədədinin ifadəsinin ortaq vurğu kimi A-nı çıxardanda B plus 1 qalır. Qaydada vuranda A-nı B-yə vuranda AB olur. A-nı 1-ə vuranda A olur. Bax belə. Ona görə 1 yazdım. İndi istənilən əbobda, yəni 1 ilə istənilən ədədin əbobu 1-ə bərabərdir. Ortaq bölən 1-dir. Belə çıxır ki, K-nın kvadratı üstə gəlsin 3K üstə gəl 9 bərabərdir AK çıx 16-ya. Tənin yeganə həlli varsa, bunları götür bərabərliyin sol tərəfinə keçirsəm, K kvadratı üstə gəl 3K çıx AK üstə gəl 9 çıx üstə gəl 16 bərabər 0. K kvadratı üstə gəl 3 çıx A vur K üstə gəl 25 bərabər 0. Hörmətli şagirdlər, biz inşallah kvadrat tənliyi dərsi keçəndə öyrənəcəyik ki, kvadrat tənliyinin yeganə həlli olması üçün diskriminant 0-a bərabər olmalıdır. Əlavədə olaraq deyə bilərik ki, biz bunu muxtəsər vurma düsturu kimi yığmağı bacarmalıyıq və muxtəsər vurma üçün yaxşı bilən şagird görə bilir ki, belə olduğu halda burada 25 yazılıbsa, burada da K kvadratsa, ortada olmalıdır mütləq şəkildə nə? 10K olmalıdır. 10K olmalıdır. Niyəsini muxtəsər vurma düsturu keçəndə daha yaxşı öyrənəcəksən. Və 3 çıxılsın A-nı 10-a bərabər etsən, buradan A bərabərdir, mənfi 7 alaram. A-nı mənfi 7 aldıq. Və bir dəqiqə, A parametrin müsbət qiymətindədir. Bircə dəqiqə işarət telefonu eləməmişik biz burada. Eyni zamanda bunun mənfi, müsbət 10 ilə bərabər mənfi 10 da ola bilir. Yəni 3 çıxılsın A bərabərdir mənfi 10 olsa, A bərabərdir 13 olacaq. Bu olmadı, bunu götürəcəm. Şərtə görə bunu götürə bilmərəm, 13 götürəcəm. Digər tərəfdən bunu diskriminantın 0-a bərabər edib tapmaq mümkündür. Və gəlin baxaq nəyə? İndi axı K-nı tapmalıyıq. Bəs bunun K-sı nəyə bərabərdir? K-sı da mənfi 5-ə. Necə tapdıq mənim mənfi 5-i? Çünki biz bunu yığmalıyıq da. Belə ki, bax K üstə gəl, bir dəqiqə, K çıx 5-in mötərizə kvadratı və ya K üstə gəl 5-in mötərizə kvadratı olur. Bax, burada mənfi 10, burada müsbət 10. Bu halı götürmədik. Çünki mənfi 7 olurdu. Götürmədik. Bu hal getdi, qaldı bu hal. Bu halda da K bərabərdir 5 oldu. K 5, A 13-dür. Gəldim bura. 13 çıx 5, 8. 13 üstə gəl 5, 18. 8 ilə 18-in əkobu.
elə ədəd tapmalıyam ki, həm 8-ə, həm də 18-ə bölünsün. Bu 72-dir. Çox güman ki, bir dəqiqə baxaq, elə olacaq da, bəli. 8-in 18-in hər ikisindən ortaq vuruq kimi 30, bir dəqiqə 2-ni çıxarsam ödəyəcək. 4-ü 2-ni çıxarsam, bəli. Qalacaq içəridə 4 və 9, 4, 9-dakı 36-dır. 36 vur 2 olacaq 72. Bəli, bəli. 51 nömrəli sualın cavabı oldu 72. Belə. 52 nömrəli sual. Bu suallar biraz fərqlidir artıq. Ona görə ki, bunlar üst səviyyə suallarda belə deyim, artıq müxtəlif qaydaları bilmək tələb edir. 52-yə gəlin baxaq. 15A, 6B və 8C. Hörmətli şagirdlər, elə də tapın ki, həm 15-ə, həm 6-ya, həm də 8-ə bölünsün. Yəni bunların əbabını tapmalıyıq. 15-i sadə vurlara ayırsam 3 vur 5, 6-nı ayırsam 2 vur 3, 8-i ayırsam 2 kubu. Bunlar üçün əkyob nə olacaq? 2-nin kubu vur 3 vur 5, yəni 120 olacaq. 2-nin kubu 8 eləyir, 3 vur 5-də 15 eləyir, 120. Bəli, 120. O zaman mən buranı 120 eləmək üçün gərək ki, A-nın yerinə 8 yazım. Buranı 120 eləmək üçün gərək ki, B-nin yerinə 20 yazım. Buranı 120 eləmək üçün gərək ki, C-nin yerinə nə yazım? 15 yazım. Və salam. Gəldik bura. Nə istəmişlər məndən? Əkyob A plus B 28, B minus C 5, əbob C minus A 7, C plus A 23. 7-dən 23-ün əbobu 1-dir. 5-dən 28-in əkobu da 140-dır. 140 bölünsün 1 də 140 olacaq. Və salam. Bu qədər sadə. Bu qədər sadə. 53 nömrəli sual. Nədir bizə? 2A plus 3 və 3B plus 2 qarşılıqlı sadə ədədləri üçün olarsa A plus A və B natural ədədlərin cəmini tapın deyir. Deməli, bu sualda biraz yaradıcı olmaq lazımdır. Necə? Özümüzdən biraz bir şeylər əlavə eləməliyik. Bax, diqqətlə fikir verin nəyə? Burada 2A üstə gəl 3 var. Burada da 3B üstə gəl 2 var. Baxın uşaqlar. Burada 22A'dır. Bura 2A'dır. Deməli, nə ediblər? Elə ki 11-ə vurublar da. Bunu 11-ə vuranda bu alınıb. Bu alınıb, düzdür? Mən buradan 11-i mötərizə xaricdən çıxarmalıyam. 22A'dan 11-i mötərizə xaricdən çıxardanda burada bəs 33-də, yəni 3-ü də 11-ə 33 eləyir axı. Burada 19 yerinə 33 yazmalıyam ki, 11-i mötərizə xaricdən çıxardanda bunu ala bilim də. Diqqətlə fikir verin. 33 havadan gəlmədi. Niyə 33 yazdım? Çünki 2A 22 olubsa, 3 də 33 olmalıdır da. Yaxşı, ay müəllim, mənə 19 veriblər. Okey, mən bu 33 yazdım. 33-dən 19 çıxanda neçə eləyir? 14 eləyir. Deməli, mən bura özümdən 14 əlavə eləmişəm. Bu bərabərliyi saxlaya bilmək üçün zəruri şərtdir ki, bərabərliyin sağ tərəfinə 14 yazın. Mən burada nə iş gördüm? Diqqətlə baxın. Burada 14 əlavə elədim. Burada 14 əlavə elədim. Hər tərəfdən 14 dənə çıxsam, verilən misal olduğu kimi yerində qalmış olacaq. Aydındır? Davam edək. Ortaq vuruq görürsən burada. Bəli, neçə? 11. Çıxartma tərəfdən xaricdən nə qalacaq? 2A üstə gəl 3. Qəşəng. Ortaq vuruq görürsən? Bəli, neçə? 7. Çıxarma tərəfdən xaricdən nə qalacaq? 3B üstə gəl 2. Hoppa, sürpriz. Görsünüz? Gördünüz? Bax, bu incə sənətdir, yaradıcılıqdır. Diqqətli olmaq lazımdır. Gördünüz nə qəşəng alındı. İndi hörmətli şagirdlər, şərtə görə bunlar qarşılıqlı sadə ədədlərdir. Qarşılıqlı sadə ədədlərdirsə, gərək ki, bu 7 olsun, bu da 11 olsun ki, bu hasil bərabər olsun. Başqa hal mümkün deyil. Yəni 11-i 5-ə vuranda, məsələn, diqqətlə baxın. 7-ni nəyə vurum ki, həmin ədəd alınsın? Yoxda xələ ədəd. Amma bura 7, bura 11 yazanda 11 vur 7, 77, 7 vur 11, 77 bərabərliyi ödənir. Gördünüz? Qəşəng edəcəyik indi biz bunu. Götürüb bu mötərizəni 7-yə bərabər edirəm. Dedim, baxın, bu bir incə sənətdir. Bu bir yaradıcılıqdır. Bəli. Burada da 3B üstə gəlir 2-yə 1, 11 desəm, 3B 9 olub da B 3 olacaq. Deyir ki, A və B natural ədədlərinin cəmini tapın. Ayda, çox çətin oldu ya burası. Ən çətin yerinə gəldik. 5. Qəşəng. Bu 53 nömrəli sual idi. 5. 54 nömrəli sual. Belə baxıram ki, bu sualların hamısını mən yazacağım. Elə bildim ki, birin yazacağım. Görürəm ki, amma müxtəlif növdür. Hamısı eyni növ deyil. Yəni, hamısı bir tipdən olsa qəşəng olardı, amma ayrı deyil. 54. Verib ki, bizə əbob M-in 20-dir. Nə başa düşürəm? O başa düşürəm ki, M də, N də 20-nin misildir. 20-nin misildir. Mənə nə deyir şərtdə? M və N ədədləri həmişə 4-ə bölünür. Və 20-nin misli isə bölünəcək də təbii ki.
Məsələn, biri 40-da, biri 20-də bölünəcək. Təbii ki, deməli biri A uyğun gəlir. Bu 15-in mislidirsə 3-ə bölünəcək. Bura B uyğun gəlir, 2-yə B uyğun gəlir. Bunu belə eləyək, bunu böyüdək belə, burada yazırıq axı. M-N qarşılıqlı sadə ədədlər ola bilər deyir. M-N qarşılıqlı sadə ədədlər ola bilər. Hə də, əkobu 7-dirsə 1 ilə 7 ola bilər də, bəli. 1 ilə 7 deyə demirəm, ola bilər deyib, fikir verirsiniz, ola bilər. M ədədlər həmişə ona bölünür. Bəli, 20-yə, bax burada 20 var idi. 20-yə bölünürsə həmişə ona bölünəcək. M ədədi və N ədədi yalnız iki fərqli natural qiymət ala bilər. Əbab 15-dir. Tamam. Əbabı 15 olan ədədlər 1, 15, 3, 5. Düzdür? 1, 15-in əbab, sorry, çox üzr istəyirəm. 1, 15-in əbabı, yox, mən əkob yazdım, səhv yazdım. 3, 15, 5, 15. Nə ola bilər sonra? 15, 3, 15, 5. Əbabı bunun 15 olur. Bunun əbabı 15 olur. Əbabı deyir. Mən niyə əkob hesablayıram? Üzürlü sayın uşaqlar. Mən niyə əkob hesablayıram ki? Bir dəqiqə. Buna alınmır da. Bu deyil. Bu olmadı. Ya buna baxaq indi. Əkob 7. 1, 7, 7, 1. Bəli də budur da. Vəssalam. Y variantı. Başqa hal mümkün deyil. Əkob 7, 1, 7 olmuyor. Başqa nəyən əkobu 7 olacaq ki? Bax, bu şəkildə araşdırmaq lazımdır. Bu da sizə qalsın da, artıq eyni tip sual demək olar ki. Demək olar ki, o da eyni tipdir. Bəli, gəldik düsturlarımız var idi. Biz bu düsturlardan istifadə etməliyik indi. 56 nömrəli sual. 6-ya da bax, kamaz altından çıxıb elə bil. Əbabı 6-dır, C-si 4-dür. Uşaqlar, var idi düsturumuz. Əbab bərabərdir. Kök altında AB böl C. C də 4-dür. Yüksəldə hər tərəfi kvadrata. 36 bərabərdir AB bölü 4-ə. Buradan çıxır ki, AB olacaq 4 olsun 36, 144. 1-ə B. Sonra əbab 4-dür, C də 4-dür. Deməli, indi gəlin bu ifadədə 4 yazaq da əbabın yerinə. Hər tərəf yüksəldə kvadrata 16 bərabərdir AB bölü 4. Buradan çıxır ki, AB olacaq 64. A variantı. Əbab 8-dir. İndi bunun yerinə 8 qoysam 64. 64 vurulsun 4 neçə olacaq? 256 olacaq, düzdür? 256 olacaq, tamam. AB 256-dır. 256-dır AB-miz. Və AB 256-dır. AB 256-dır. AB bölsəyə 64. Bayaq, hadi budur da. AB bölsəyə 64-dür. Y variantı gedir bura. Y variantı gedir bura. Əkob tapmaq olar da. AB var, C də var. Əkobu tapmaq olar. Kök altında 256 vur 4. 256-dan 16 çıxır, 4-dən də 2 çıxır, 32. Əkob 32-dir. D variantı getdi bura, qəşəng. C variantı bəs hansına gedir? Gəlin onu düşünək. Birincidə deməli, əbab 6-dır. C 4-dür. C 4-dür. Uşaqlar, əkob böl əbab C-ni verir bizə. Bu 4-dür, bu 6-dır. Onda buradan çıxır ki, 4 vur 6, 24-dür. C variantı da getdi bura. Vəssalam. B, C, A, D, Y. Bu şəkildə. Bu da eyni sual yəqin ki, bəli, sizə qalır təbii ki. Gəlirik bura. 58. Bir digərinin böləni olarsa, A ədədi B-nin natural böləni cümləsindən nə başa düşürəm? Misal üçün, A2-dir, B6-dır, bax belə. A, B-nin bölənidir. Bu zaman əkob bunların böyüyü olur. Birincini yazıram, B olur. Əbob kiçiyi olur. B böl A. B böl A, yəni D variantı. Əkob çıx əbob, yəni B çıx A. İkincidə B çıx A. C variantı qəşəng. Və üçüncüdə əkob A səqə B olacaqdır. B variantı. Rahat sualdır bu. Çətin bir sual deyildi. Bəli. D, C, B. Gəlirəm bura. Deməli, burada əbob nədir burada? Əbob 2 vur 3 var, 2 var, 3 var. Hər ikisində 2 vur 6. Əbob 6 var, yoxdur. Bəs əkob nə olacaq burada? 2 vur, 2 vur, 3 vur, 5. 2 vur, 2 vur, 3 vur, 5. Heç bir olmadı. Ortaq sadə vurulacaq. C'si bəs 2-lər getsin, 3-lər getsin. C'si 2 vur 5, 10. D variantı. 59-a 1-ə D uyğun gəldi. Bəli. Burada
Bunlar qarşılıq saatədir. Əkə bunların hansına bərabərdir? A variantı. Bəli. Nəhayət sonra üçüncüyə baxaq. Bu arada əkop AB əvvəldə 1 olacaq da, B də düz gəldi. Bura A da, B də gedir də, bura hər ikisi gedir. Və nəhayət üçüncüdə 2 3 5 2 3 5. Baxın B A-ya bölünür. B A-ya bölünür. Əkop böyüyünə bərabər, əbob kiçiyinə. Y variantı əbob AB A-ya bərabərdir, uyğun gəlir. Belə. Bunlar konkret qaydalardır. Bunlar sizə qalır. 62. Deməli, diqqət edin nəyə? Mən bunu belə yazıram indi. Əbob, bax, çox şagirdin verdiyi sualdır. N-i mötərizə xaricinə çıxardıb, n plus 1, nöqtəli vergül, n-i mötərizə xaricinə çıxarıb, n plus 2 kimi yazıram. Bərabərdir 4. Ortaqlıq görürdü, hər kəs burada yəqin ki. Elədir. Nədir burada ortaqlıq? N. N-i çıxarıram indi mötərizə xaricinə, vurulsun. Əbob, n plus 1, yenə də burada mötərizə ehtiyacı yoxdur. N plus 2. N plus 1 və n plus 2 necə ədədlərdir? Ardıcıl. Ardıcıl ədədlərin əbobu nəyə bərabər idi? 1-ə. Okay. N vur 1, 4 olduğuna görə n olacaq 4. Və son. N tapdım, 4. Tapdım. İndi nə soruşur sualın variantlarında? Deyir ki, bu ədədlərin əkobu 9-a bölünür. Cəmi 144'dür falan falan falan. Yəni bunları araşdırmaq üçün biz nə edirik? Bu ədədlərin özlərini tapaq gərək də. Bu ədədlərin özlərini bilmədən bunu necə yazarıq? N4 tapdığıma görə n-lərin yerinə burada 4 qoysam, bunlar nələr olacaq? Bunu araşdıraq. N-lərin yerinə 4 qoysam. Deməli, əbob 4-ün kvadratı 16 üstə gəl 4, 20. 4-ün kvadratı 16 üstə gəl 2 vur 4, 8, 24. Deməli, bu ədədlər 20 və 24'dür. Aha, cəmi 44'ə bərabərdir. 1-ə B. 2 verdiyiz necə oldu? Bu şəkildə. İndi burada artıq görməz. N-i mötərizə xaricinə çıxardacağım. Qalacaq n plus 7, n plus 8, arıza ədəd olacaq. Oradan olacaq n2. Eyni proses daha, qeyri-adi bir şey deyil. Ayrıca bunun üzərində göstərirəm. Bu buna görürsünüz, 1-in yerində 7 olacaq. Bu 2-in yerində 8 olacaq. Qalan proses eyni gedir. Eyni. Sadəcə olaraq bunlara 2 verib də. Və salam, n olacaq 2. İndi n2 olanda burada 4 üstə gəl 14, 18. 4 üstə gəl 16, 20. Düzdür? İndi bax, 18, 20. Əkobu 9-a bölünür deyir. Əkobu. Yəni 18, 20 əkobu neçədir? Deməli, 360, yox. 180. 180 9-a bölünür də, düzdür? Bəli. Deməli, 1-ə B getmişdi, 2-yə də A getdi. 2'ye A getdi. Burada da n3 olacaq. Yazmıram da burada eyni şey olduğu üçün. 9 üstə gəlinsin 12, 21. 9 üstə gəlinsin 15, 24. 21, 24. Bu ədədlərin cəmi 45'dir. Bəli. Bax, A gedib, B gedib, D gedib. Əkobu 30'a bərabərdir. Xeyr. Əkobu 14'ə bölünür. Əkobu 14'ə bölünür. Bəli, bölünür. Niyə? Çünki 21'in içərisində 7 var. Burada da 2 var. Bunun əkobu görsənir də 3 vur, 7 vur, 8, 56, 14'ə bölünür. Bölünəcək. Bəli. Y variantı bura gedir. Bir dənə C qalır havada. C əkobu 30'a bölünür. Bir dənə geri qaydaq ədədlərə baxaq. 21, 24 bunların əkobu deyil. Bunlar da deyildi. Cəmi 45 yoxdur da. Heç birə getmir. Heç nə qalır havada. Bəli, boşda qalır. 63 də eyni sualdır. Keçirəm 64'ə. 64. Diaqramda M və N natural ədədlərin müxtəlif sadə bulları və onların sayı verilmişdir. Əla. M və N ədədlərinin sadə bulların ayrılışını yazın və əkob böl əbobu tapın. Əkob böl əbob C ilə iş olur. Bax, yazıram indi. M bərabərdir 2 vur, 3 vur, 5. Bu M-lərdir. 2-dən 7 dənədir. Sonra 3-dən 3 dənədir. 5-dən 4 dənədir. N bərabərdir 2 vur, 3 vur, 5. Bunlar N-lərdir. 2-dən 5 dənədir. 3-dən 4 dənədir. Və 5-dən 6 dənədir.
İndi mən götürüb əkobu əbob bölsəm C alıram. Qayda var da. Əkob böl əbob eyni ədədlərin əbobuna böldür C-yə. Yəni orta olmayan sadə olanın hansına bərabərdir? İndi fikir verin. Bax 5 dənə 2 burada var, 7 dənə 2 burada var. Deməli 2 dənə 2 boşda qalacaq da burada. 2 dənə 2 C-ni tapmaq üçün. 3 dənə 3 burada var, 4 dənə 3 burada var. 1 dənə 3 boşda qalır. 5 dənə 4, 6 dənə 4, 2 dənə 5 qalır. Olacaq 3 vurulsun 100, 300. Bəli. 64 nömrə sual cavabı oldu 300. 65 eyni sualdır, sizə qalsın. 66. Deyir ki, diaqramda natural A ədədi müxtəlif sadə vurğuları və onların sayı verilmişdir. A ədədi 160 və 520 ədədlərinin hansına qalxısı bölünür? Cavabınızı əsaslandırın. A ədədi bərabərdir 2 üstündə 4 vur, 5 üstündə 7 vur, 13 üstündə 11. Bilinizə bunları haradan tapdım? Bax 2-dən 4 dənədir, bax 5-dən 7 dənədir, 13-dən də 11 dənədir. İndi gəlin belə eləyək. 160-ı sadə vurğulara ayırsam 2, 80, 2, 40, 2, 20, 2, 10, 2, 5. 560, 2, 208, bir dəqiqə, 230, 280, düz demişdim də. 2'ye 520 diye burada. 520'dir. 260, 2'ye bölünür 130, 2'ye bölünür 65, 5'e bölünür 13, 13'e bölünür 1. İndi sizcə A ədədi müxtəlif sadə vurğuları verilib. Deyir ki, A ədədi 160 və 520 ədədlərin hansına qalxısız bölünər? Ay uşaqlar, bu A ədədindəki 160-dakı 2-lərin sayına baxın. Bunu tam yazmadım. Burada 5 də var, 1 qalır. 2-lərin sayına baxın. Neçədən 2 var? 1, 2, 3, 4, 5. 5 dənə. Burada 4 dənə 2 var axı. A ədədində 4 dənə 2 var. 4 dənə 2, 5 dənə 2-dən ixtisar getsə, bir dənə 2 məxrəcə qalacaq, tam bölünməyəcək. Demək belə çıxır ki, 520-yə nə olar? Tam bölünər. 67 sizə qalsın. 68 nömrəli suala baxırıq. 68 nömrəli sual. Nə deyir? Ölçüləri 54-72 metr olan düzbucaqlı şəklində kiçik parkın ətrafında onun sərhədləri boyunca bir-birinə bərabər məsafədə künc nöqtə ilə başlayaraq hər birinin qiyməti 50 manat olan işıq dirəkləri bərkidilib. Bu dirəklərin alınmasına ən az neçə manat xərclənib? Azərbaycanlı olduğunu demədən göstər. Hər şeydə ekonomiya etməyə çalışırıq. Ən az. Deməli, bunun ölçüləri bura 54 metrdir, bura 72 metrdir. İndi ən az olması üçün künclərdə dirəklər var, işıq dirəkləri. Özü deyir, bərabərdir. Ən az olması üçün, hörmətli şagirdlər, bu məsafə ən çox olmalıdır. Çalışmalıyam ki, ən böyük eləyim ki, o zaman nə olacaq? Ən böyük eləsəm, yəni az pul verəcəm də. Başa düşdünüz demək istəyirəm. Yəni ara ən böyük olmalıdır ki, ən çox olmalıdır ki, işıq dirəyi az getsin. Çatdı fikrim. Əgər aralar balaca olsa, işıq dirəkləri çox gedəcək də belə. Onu istəmirəm. İstəyirəm ki, 2 dənə işıq dirəyi arasındakı ara məsafəsi daha böyük olsun. Və şərtə fikir verin, bərabər məsafədədirlər. Hə, deməli, mən 72 və 54-ü bərabər bölə bilməliyəm. Sual, əbob tapıram, yoxsa əkob tapıram? Uşaqlar həmişə bunu soruşurlar. Əbob tapırıq, əkob. Hörmətli şagirdlər, biz bu 54 və 72-ni hissələrə ayırırıq, balacalaşdırırıq, əbob tapırıq. 54, 72. Hər ikisini 9-a böldüyümü mən görürəm, yoxsa siz də görürsünüz. 9-a böləndə burada 6 qalır, burada nə qalır? 8 qalır. Yox, bir dəqiqə. Bunlar 2-yə bölünür axı, 18-ə bölünür hər ikisi. 18-ə bölünür, düzdür? Belə tapınca da başa düşəsiniz də. Əkibin qaydası nə idi? Sonra nə var burada? Deməli, nə edirik? Götürüb bunları birini yazırıq. Hamısı 2 vur, 2 vur, 2 vur, 3 vur, 3. Üzülürsən, əbob tapıram. 2 vur. Bu da var, bu da var. 3, 18. Əbob, bəli, 18. Deməli, belə çıxır ki, bu ara məsafələr 18, 18 olmalıdır. Belə 18-lər getməlidir. Yaxşı, 54-ü 18, 18 ayırsam neçədən 18 olacaq burada? 3 dənə. 72-də 18-dən 18 ayırsam neçə olacaq burada? 4 dənə. Deməli, 3, 4, 3, 4. Nə oldu? Neçə dənə oldu ara? Daha doğrusu buradakı dirəklərin sayı. 3, 3, 4, 4 toplayaq da 7, 7, 14. 14 dənə dirəyimiz var. 14 dənə dirək. Bir də 50 manatdan olduğuna görə 700 manat. Fikir verirsiniz. Adamlar 700 manata bütün parkı işıqlandırırlar. Qəşəng. Bax belə. Davam edək. Sonra baxıram ki, 69 eyni sualdır. 70. 70.
A və B natural ədədlərin sadə olaraq ayrılışı verilib. EBOB. Bayaq danışdıq bu məsələni. EBOB-da dediyim nə edirik? Kiçikləri götürürük. Bax, 2 üstü 2 götürüblər. Burada 2-dən 3 dənə var. Burada M dənə var. Deməli, M 2-dir. Kiçiyini götürürük yaxı. Sonra bax 3-dən 3 üstü 4 götürüblər. Görürsənіз, bax burada K dənə var, burada 5 dənə var. Deməli, K 4-dür. Kiçiyini götürürük yaxı. İndi siz artıq digərini görəcəksiniz. Burada 7 üstü 3 götürüblər. 7 üstü 4, 7 üstü N. Deməli, N 3-dür. Kiçiyini götürdüklərinə görə. Müstəh olun. Bunların hansını soruşur? 2 vur, 4 vur, 3. 24. Bəli. 71 ilə EBOB-dur. 72. Döşəməsi kvadrat formasında olan otağın döşəməsinin tərəflərinin uzunluğu ən az neçə metr olmalıdır ki, onun ölçəliyi 40 və 56 olan düzbucaqlı forması kafellərdən itkisiz istifadə etməklə tam örtmək mümkün olsun. Hörmətli şagirdlər, bəzi müəllimlər ən az deyəndə falan şeyi tap deyə deyirlər, amma bu yanlış düşüncədir. Siz bu ən az, ən çox məsələsindən düşünməyin, o hissəni siz nə ilə düşünün? Bax, düşünün ki, kvadrat şəklində otağınız var belə və sənin əlində kafellər var. Kafelin ölçüsü 40 sm enidir, 56 sm uzunudur, düzdür? Və sən elə bir ölçü tapmalısan ki, bu ölçünü 40-lara da, 56-lara da bölə biləsən. Yəni, bu kafelləri bura belə yerləşdirəndə, bura belə yerləşdirəndə bu nə olsun? Tam olsun. Yəni, kənarda bu kafel gəldi, buna belə kənarda boşluq, belə bir boşluq qalmamalıdır. Və yaxud da kafelləri qoyduq belə, bu boşluq burada qalmamalıdır. Tam örtməlidir. Yaxşı, mən elə bir məsafə tapmalıyam ki, bunu 40-a bölə bilim. 40-a bölünən ədədlər sonsuz saydadır. Amma kvadrat formasında olduğuna görə bu məsafə həm də 56-ya bölünməlidir. İndi mənim tapdığım ədəd 56 və 40-dan böyükdür də, düz deyilmi? O zaman məndən tapıram əkköb tapıram. Hər ikisindən böyük olduğuna görə. Aydındır. İndi bu əkköbü fərqli tapacam. Bərabərdir. Necə tapacam fərqli? Bax, hər ikisi 2-yə bölünür, düzdür? 2-yə, hətta 4-ə bölünür. 4-ə bölünür deyirəm. Burada qalır 10. Hətta 8-ə bölünür, üzrlü sayın. Burada qalır 5, burada qalır 7. Yəni 40-ı 8-ə böldüm 5 qaldı. 56-ı 8-ə böldüm 7 qaldı. İndi 5 ilə 7 ardıcıl tək ədədlər. Bunların əkəbi nə oldu? Bunların hasılı oldu. 5 vur 7 35. İndi əkəb nə olacaq? 8 vur 35 280 santimetr. 280. Sualda ən az neçə metr deyir? 2,8 metr olacaq o zaman. 2,8 metr. Bəli. Davam edək. 73 deyildi sualdır. 74. Qəşəng. Bax, indi burada əkobdur. Bax, burada əbob idi 70-də. Əbobda kiçikləri götürürük, əkobda böyükləri götürürük. Baxın necə. Bax, fikir verin, nəyə? 206-nı götürüblər. Burada 204-dür, burada 200-dür, M-dir. Deməli, M6-dır. 74-ə baxırıq. M6-dır. Buna M deyə belə. Sonra 3 üstü 3-ü götürüblər. Burada 2 dənə 3 var, burada K dənə 3 var. Demək, K 3-dür. 3 dənə götürülənə görə. 5 üstü 6-nı götürüblər. Burada 5 dənə var, burada N dənə var. Aha, yəni 6-dır. Və əkobda ortaq olmayanlar da götürülür. Burada 7 yoxdur. Bakın, burada 7 var. 3 dənəsini götürüblər. Deməli, P3-dür də. Və salam. Bunların cəmini soruşur. Bunların cəmini olacaq 9, 9, 18. Burada 18. 75 də eyni bir sualdır. Sizdə qalır. 76. Ölçüləri 48, 60, 60 metr olan üçbucaq şəklində bağın ətrafında onun sərhədləri boyunca küçük nöqtələrinə başlayaraq bir-birinə bərabər məsafədə olmaqla ağaclar əkilməlidir. Bunun üçün ən az neçə ədəd ağac lazımdır? Bu bayaqki məsələmizdir. Park məsələsi var idi. Ha, eynisidir. Sadəcə burada üçbucaq formasını verirlər. Burada 60, 60, 48. Ağacları əkirəm. Ağacları əkəndə məsafələr bərabər olmalı. Aradakı məsafədə birin belə, birin belə, birin belə, birin belə yox da. Səliqəli olmalıdır. Səliqəli. Səliqə. Aydındır. Közlərdə ağac əkiblər deyir. Və mən nə tapmışdım bayaqları? Əbob. Niyə əbob tapdıq müəllim? Çünki biz bunları hissələrə ayırırıq. Bax, kiçik bu hissələrə ayırırıq. Hissələrə ayıranda tapacağımız ədəd, məsafə 48-dən kiçikdir, bu düzdürmü? Amma bayaqki məsələ var idi, bax burada görürsən, bax, fikir ver, bax, kafel budur, otağın kənarı isə kafeldən təbii ki, böyük olmalıdır. Böyükdə tapanda əkobu tapırdıq, kiçikdə tapanda əbob axtarırıq. Yaxşımı? Diqqətli olun məsələlərdə. İndi hər ikisinin 12-yə bölündüyünü mən görürəm. 12. Elə 12 olacaq da. Burada 4 qalır, burada 5 qalır. 4-dən 5 ardıcıl ədədlərdə əbob 1-ə bərabərdir. 12 olacaq, bəli. Deməli, bu məsafələr 12-12-dir. O zaman 60-ı 12-yə bölsəm 5 bura, 5 bura, 4 də bura. Ümumi neçə ağac lazım olacaq? 14 ağac. 5 də gəl, 5 də gəl, 4, 14 olacaq, bəli. 76, 77, 76 tipində olan bir sualdır. Bəli, davam edək. 78. Usta bir gündə
4. Onun köməkçisi 2 stul hazırlaya bilir. Onlar başqa iş görmədən bir neçə günə cəmi 72 stul hazırladılar. Bu stulların neçəsini usta hazırlamışdır? Gündə usta 4 dənə hazırlayır, köməkçisi 2 dənə. 4 üstə gəlir 2, 6 dənə. Adamlar günə 6 dənə hazırlayırlar. 72-ni 6-ya böl. 72-ni 12 gün işləyiblər. 12 gündə 4 dənə hazırladığına görə usta 48-ni hazırlamış olacaq. Fəhlə isə, yəni onun köməkçisi isə 24-nü hazırlayacaq. Nə soruşuldu bizdən burada? Usta neçə hazırlayır? 48 dənə usta hazırlayıb. Cavab olacaq 48. 80 nömrəli sual. K plus 2 bölünsün 100 K 47 kəsri tam ixtisar etdikdə bu kəsrə alınır. Əkyob bu olarsa bu cəmini tapın. Qəşəng. Deməli uşaqlar, diqqətlə baxaq nəyə? Əkyob m üstü 5, n üstü 5-də bunların əkyobu elə bunların hasili olacaq. Niyə? Çünki m ilə n, yəni eyni ədədlər deyillər, müxtəlif ədədlərdir. Müəllim, hardan bildiniz? Şərtdə bəyəm onların müxtəlif olduğu verilib ki? Bəli, verilib. Baxın necə verilib. Baxın, məsələn, mən sizə bir dənə kəsr yazıram bura. 6-da 4. İxtisarlayın görün bunu. Bu tam ixtisar sayılır. 12-də 8-i 2-yə ixtisarlayıb 6-da 4 kimi saxlasaydım bu tam ixtisar sayılmır. Çünki bu yeni ixtisar gedir axı. Artıq ixtisar gedibsə bu tam ixtisar sayılır. Yaxşı, mən bunu tam ixtisar eləmişəmsə, bu ədəd ilə bu ədəd eynidir? Xeyr. Tam ixtisar etdikdə n və m kəsiri. Görürsünüz, m, n. Deməli, m, n müxtəlif ədədlərdir. Müxtəlif, məsələn, 1, 2, 1, 3, misal üçün deyirəm də, indi bilmirəm nə olacaq, sayı hesablamamışıq. O zaman əkobların hasili olacaq. M üstü 5 vur, n üstü 5 bərabərdir 7 üstü 10. 7 üstü 10'u 7 üstü 2 üstü 5 kimi yazsam, hər tərəfi 5-ci dərəcədən kökə salsam, m vur n bərabərdir, olacaq nə? 7'nin kvadratı. Yəni 49. 5'lər getdi, 5'ləri atdım hər tərəfdən elə 2. Aydındır? Bəli. İndi mən bilirəm ki, m ilə n fərqli ədədlərdir. Hasili 49'dur. Hasili 49 olan hansına tol ədədlər var? 1 ilə 49 var, 7 ilə 7 var. 7 ilə 7 ola bilməz. 1 ilə 49 olacaq. İndi mən bu kəsr olduğu üçün 49'u buna verim, yoxsa buna verim? Yəni 1 ilə 49 yazsam kəsr olacaq, 49'da 1 yazsam. Təbii ki 49'da 1 yazsam. Ona görə də m olacaq 49, n də olacaq 1. Bəli. Bu kəsir. K plus 2 bölünsün 100 K üstə gəl 47'ni ixtisar eləyiblər. 49'da 1 aldılar. Bu çarpaz. 49 K üstə gəl 98 bərabərdir 100 K üstə gəl 7. 49 K'nı bunun yanına gətirəndə 51 K qalar. 7'ni də bunun yanına gətirəndə bir dəqiqə 47 deyə bu 47. Bəli, 47'ni bura gətirəndə 51 qalar. K da olar 1. Və salam. İndi bunları cəmi məndən istəyirlər də. 49 üstə gəl 1, üstə gəl 1. Mn 49'dan 1'dir. K da 1 oldu. Cavab oldu 51. Maraqlı sual idi. 81. 81 nömrəli sual necə həll olunur? Baxın. Bax, 22 ilə 58 2 ixtisar gedir. Burada qalır 11. Burada qalır 29. Belə. Sual şərtinədir ki, bu və bu qarşılıqlı sadə ədədlərdir. Qarşılıqlı sadə ədədlərsə, bayaq buna oxşar bir şey yazdıq biz. Yaradıcılıq tətbiq etdiyimiz bir sual var idi, xatırlarsınızsa. Orada. Deməli, 4 qız çıxılsın 3'ə 29 deyəcəm. 4 qısmımız 32 olacaq. X-imiz 8 olacaq. 3y plus 2'yə 11 deyəcəm. 3y-imiz 9 olacaq. Y-imiz 3 olacaq. Və salam. X, y hasili də 24. Yəni 24. Görürsünüz, universal bir müəlliməm. Həm ingilis danışıram, həm riyaziyyat öyrədirəm Azərbaycan dilində. Nə istəyirsiniz? 83. Aha, A B-dən kiçikdir və B faktorialın açılışının içində A faktorial olacaq. Nümunə göstərin müəllim bizə. Misal üçün, məsəl üçün deyək. Belə. 4 faktorial 1, 2, 3, 4 deməkdir. 6 faktorial 1, 2, 3, 4, 5, 6. Baxın, bunun içərisində 1, 2, 3, 4 var da. Burada görürsünüz, eynisi var. Belə olan halda əkyob nə olurdu? Bunların böyüyü olurdu. Əbob nə olurdu? Bunların kiçiyi olurdu. Bir digərinə bölünür axı. Bir digərinə bölünür əbob kiçiyinə, əkyob böyüyünə bərabər idi. Və salam. İndi bu nətər ola bilər ki, faktorial deyə bu faktorial məsələn 2 verir, 4 faktorial 24 verir bizə. 6 faktorial 720 verir bizə. Görün ha. Bu nətər 2 dənə faktorialın cəmi 7 olduğu üçün bunlar kiçik ədədlər olacaq. Bu da təbii ki görsənir ki,
Biri 1'dir, biri də 3'dür. 3 faktorial bizə 3 vur 2, 6 verir. 1 faktorial da bizə də 1 verir. Cəmi də olur 7. Və mənə deyir ki, indi burada 83'də bunların cəmini tapan A plus B, yəni 3 plus 1 olacaq 4. 84 də bunun eynisidir. Davam edək. 85 nömrəli sual. Aha. EBOB AB, A plus B açıq B belə verib. Şu bunlar ixtisar gedir də buradan, düzdür? Bunlar ixtisar gedirsə nə qalır burada? 7'də 5 qalır. Və şərtə görə bununla bu qarşılığı sadədir. Elə bu da qarşılığı sadə deyil ki. Yəni 2 verir nəyə bax? Diqqətlə baxın bax. 5, 7 qarşılığı sadədir də. Yəni bu 5'dir, bu da 7'dir də. Всё. Çox rahat. Burada 1'in yerində məsələn 4 olsaydı və yaxud 7 olsaydı və yaxud 2 olsaydı, mən 5'i 2'ye vurub bura 10 yazardım. 7'ni 2'ye vurub bura 14 yazardım. Lakin burada 1 olduğu için belə yazdım. Tərəf-tərəfə toplasam 2A bərabərdir 10, 2 olduğundan A olacaq 6. A'nın yerinə 6 yazanda B də olacaq 1. Altdan 1 çıxanda 5 eləyirdim. Və əkob 6 1'in əkobu nəyə bərabərdir? 6'ya. 86 da sizə qalsın, eyni tip sualdır. 87. Uzunluğu 54 metr, eni 42 metr olan düzbucaqlı formulu bağ sahəsinin perimetri boyunca hasar çəkilməlidir. Bunun üçün aralarındakı məsafə bərabər olmaq şərtlə dirək bastırılmalıdır. Qonşu dirəklər arasındakı məsafə ən çox nə qədər ola bilər və bu zaman neçə dirək lazım olacaq? Bağ sahəsinin küncləri mütləq tək olmalıdır. Künclərində eyni sual yaşanır. Park məsələsi var idi bayaqki məsələ. Eynisi demək olar ki 42 və 54. Biz bunlar üçün EBOB tapırıq. 42 54. Hər ikisi 6'nı bölən deyilmi? Bölünən daha doğrusu. Bəli də 42 burada 7 qalacaq, burada 9 qalacaq. 6'ya böləndə bunlar da EBOB 1 olduğu üçün EBOB 6 olacaq. Və salam. Deməli aradakı məsafə 6 olmalıdır. 42'nin 6'ya böləndə 7, 9, 9, 7, 16, 16. Cəmi də 32 dənə nə lazımdır? Dirək lazımdır. Və salam. Ən çox məsafə 6, cavabı 32. 88 də eynisidir. 89. Anar və Rəşad kitablar aldılar. Anar aldığı kitablara 108 manat, Rəşad isə bundan 24 manat az pul xərclədi. Anar 108, Rəşad bundan 24 manat az, yəni 84 manat. Belə deyək də 84 manat. Bəli. Bütün kitabların qiyməti eynidir və manatla tam ifadə olunur. Bir ədəd kitabın qiyməti ən çox neçə manat ola bilər? Bu zaman Anar və Rəşad hərəyə neçə kitab almış olar? Aha, bütün kitablar eynidir, düzdürmü? Bütün kitablar eynidirsə biz qiymət olaraq bunlar üçün EBOB tapmalıyıq. Çünki sual şərtinə fikir verdik ki, kitabın qiyməti eyni və ən çox neçə manat olar? Deyə bilərsən, mənim biri 1 manatdır, misal üçün. Biri 1 manat olsa, bu 108 dənə kitab alır, bu 84 dənə kitab alır. Amma elə deyil axı. Bəlkə biri 2 manatdır. Bu 54 dənə var, bu 42 dənə var. Elə deyil. Sual şərtinə fikir verir, ən çoxu neçə manat ola bilər? EBOB. EBOB 84 və 108 üçün EBOB axtarırıq. Deməli, bunlar ən azından 4'ə bölündüyünü görürük. 4'ü mötərizə xaricə çıxartsam, EBOB-un qarşısına burada qalacaq 21, burada qalacaq deməli 2 dəfə 27. 21, 27 hər ikisi 3'ə bölünən bir ədəd olduğuna görə 3'ü də mötərizə xaricə çıxartsam, burada qalacaq 7, burada qalacaq 9. 9 ilə 7'nin EBOB 1 olduğuna görə 4 vurur 0 1, 12. Deməli, kitabın birinin qiyməti 12 manatdır. 108'i 12'ye böləndə 9, 84 12'ye böləndə 7. Və salam. Nə soruşurdu bizə? Ən çox neçə manat ola bilər? 12 manat ola bilər. Bu zaman Anar və Rəşad hərə neçə kitab alacaq? 9 və 7 kitab alacaq. Bitdi. Bu qədər rahat. 91. Traktorun ön və arxa təkərləri radiusları 0,5 və 1 metr olan dairə formasındadır. Əgər təkərlər üzərində olan A və B nöqtələri yerlə təmasda olarkən traktor hərəkətə başlayarsa, ən az neçə metr yol getdikdən sonra ilk dəfə A və B nöqtələri yenidən eyni anda yerlə təmasda olar. Uşaqlar, A nöqtəsi çevrə boyunca hərəkət etdiyinə görə çevrənin uzunluğu qədər yol gedəcək. Aydındır. Çevrənin uzunluğu düsturu var. 2 pi r. 2, 2'dir. Pi'miz 3'tür. R'miz də 0'dan 10'da 5'dir. Oldu bunun cevabı 3 metr. Birincinin A
A nöqtəsi deyək də. C A yazaq. C B. 2 vur, 3 vur, radiusu 1 verib, 2 vur, 3 vur, 1, 6 olacaq. 6 metr. Deməli, nə başa düşürük? Onu başa düşürük ki, A çevrəsi 3 metr getdikdən bir yerdə, yəni A nöqtəsi daha doğrusu 3 metrdən bir yerlə təmasda olur. B isə 6 metrdən bir yerlə təmasda olur. Yəni belə deyək də, bu A-nın məsafələridir. Bu isə B-nin məsafəsidir. A-nın məsafələri hər 3 metrdən 1-dir. Bildiniz nə? Bu 3 metr, 3 metr, yenə 3 metr, 3 metr belə gedir. Bu isə 6, 6 belə gedir. İndi 6 metrin içərisində 2 dənə 3 var. Yəni belə deyim də, B bir dəfə dövr edəndə A 2 dəfə dövr etmiş olacaq da. 6 metr yol getdikdən sonra artıq nə olacaq? Bunlar üst-üstə düşmüş olacaq. Yəni sual şərtinə deyir ki, ən az neçə metr yol getdikdən sonra 2 dəfə A və B eyni anda yerlə təmas olan 6 metr getdikdən sonra. Necə bildim? 3 ilə 6-nın əkobunu tapdım. 92 də eyni sualdır. 93. Uzunluğu 40 eyni 32 19 formada bərabər elə bərabər kvadratlar kəsilməlidir ki, 32 və 40 elə bərabər kvadratlar kəsilməlidir ki, belə deyək. Vərəqin hər hansı hissəsi artıq qalmasın. Bayaqki məsələdir bu da. Bu kvadratın tərəfinin uzunluğu ən çox neçə ola bilər və bu zaman neçə kvadrat alınacaq? Baxın uşaqlar. Mən bunu deməli uzunluğu 40 düzbucaq formalı vərəqdən elə bərabər kvadrat kəsilməlidir. Mən bunu hissələrə ayırıram. Hissələrə ayırıramsa nə axtarmalıyam? Bunlar üçün əbob axtarmalıyam. Əbob. Bəli, əbob yazıram. 32, 40. Neçəyə vurma cədvəlində həm 32 həm 40 var, 8-ə vurmada. Bəli. Bu olacaq 4. Bu olacaq neçə? Deməli 5. Deməli 4 dənə kvadrat bura düşəcək belə. 5 dənə kvadrat bura düşəcək. Onda bunlar belə çəkəndə var, belə, çəkəndə var, belə. Burada neçə dənə kvadrat əmələ gəlir? Neçə dənə kvadrat əmələ gəlir? Görürsünüz? 4 vur 5, yəni 20 kvadrat əmələ gəlir. Konkret bir qayda var da, hissələrə ayıranda əbob, daha böyük məsafə tapanda əkob hesablanır. 95. Rəfdəki kitablar 4-4, 5-5 və ya 8-8 dəstələyib bağlasaq, hər dəfə bir ədəd kitab artıq qalar. Əgər kitabları 9-9 dəstələyib bağlasaq, artıq kitab qalmaz. Rəfdə ən az neçə kitab ola bilər? Deməli, rəfdəki kitabların sayı 4-ə, 5-ə, 8-ə böləndə qalıqda 1 qalır. Mənə elə ədəd tapmaq lazım ki, 4-ə 5, 8-ə bölünsün. 4-ə 5, 8-ə bölünən ədəd neçədir? 40, üstəlik gəl 1. 41. Kitabların sayı 41 ola bilər. Lakin deyir ki, bu 9-9 dəstəliyib bağlamaq olur. 9-a bölünür. Axı 41 9-a bölünmür. O zaman nə edirəm? Bunu bura əlavə edirəm. Yəni 41-in üstə əkobu gəlirəm. 81. Bölünür? Bəli. Rəfdə 81 kitab var. Əgər bu sualda 9-9 sözün yerində 11-11 olsaydı, 81 11-ə bölünür? Yox. Yenə bir dənə də 40 gələrdim üzərinə. Nə olacaqdı? 121. Bax 121 11-ə bölünür, görürsünüz? Yəni bir sözlə hər dəfə belə sualda əkobu əlavə edə gedirəm. Əkobu əlavə edə gedirəm o vaxta qədər ki, o tam bölünmüş olsun. Və 96 da eyni tip sualdır. Sizə qalsın. Və naxta dəllər bölməsini tam bitirmiş olduq. Sağ olun. Növbəti bölmədə görüşənədək.